Mənim sözümdən yəqin ki, heç kim inciməz. Yaxşı evə yaxşı demək lazımdır. Mən bu mənzildən zövq aldım. Bir dənə gözəlliyə baxın. Bura hələ qonaq otağıdır. Vitraj pəncərələri tam əşyalıdır. Əşyalar da keyfiyyətli və bahalı əşyalardır. Qonaq otağı 4 gün şəklindədir. Yeri parketli, eyvana çıxışı var və çox işıqlı mənzildir. Əsas qapıdan mənzilə daxil olarkən adamı bax belə geniş dəhliz qarşılayır. Sol tərəfdə gizlin qardirob otağı və çamaşırxana dərhal yanında isə hamam otağı, sanitar qovşağı yerləşir. Sağ tərəfdə isə divar boyu böyük paltar dolabı var. Dəhlizdən birbaşa hara gedirik? Mətbəxə. Çox genişdir və işıqlıdır. Eyvana çıxışı var. Tam əşyalıdır. Mətbəx mebeli yığılıb. Qab yuyan, paltar yuyan hər bir şey hazırdır texnikasına kimi. Wow, master bedroom. Tam əşyalıdır. Daxilində özünə aid sanitar qovşağı var. Yəni buna da baxın. Növbəti olaraq yollanırıq hara? Uşaq otağına. Gördüyünüz kimi tam əşyalıdır, kondisionerə kimi quraşdırılıb. Genişliyi də var. 141 kvadrat ümumi sahəsi var. Çıxarışı var, ipoteka yolundan alarsınız düz 8 parkın əhatəsində baş təhsil idarəsinin düz yanındadır. Bir sözlə bax belə bir mənzildir. Xeyirli uğurlu olsun.